Dur, qulaq as, keçmə. Türkiyədə növbəti dəfə 6 bal dərəcəsində zəlzələ baş verdi. Bu haqda mən bir ekstrasens olaraq 2025-ci ildə dağıdıcı zəlzələ olacağına bağlı proqnoz vermişdim. Bəzi insanlar gülür ki, Mehman bəy, nə oldu bəs Türkiyədə zəlzələ? Diqqətlə baxın. Türkiyədə olan zəlzələ hələ bu adi bir şeydir. Yenidən Türkiyədə, mən demişəm, İstanbulda 10 bal dərəcəsində zəlzələ baş verəcək. Bu haqda dəfələrlə danışmışıq və 2026 və 2027-ci illərdə Allah Taala Azərbaycanımızı qorusun. Çünki şimal və cənub zonasında 7-6 bal dərəcəsində dağıltıcı zəlzələ olacaq. Bu da 2026-cı ildə olacaq. Türkiyədə bu zəlzələnin adi bir şeydir. Çünki 10 bal dərəcəsində İstanbulda zəlzələ baş verəcək. Bandırmada olan dağıdıcı zəlzələ nəticəsində baxırsınız ki, dağıntılar bitməyib. Mən bu haqda danışmışam. Mən demirəm Allaham, mən proqnoz verirəm. Və verdiyim proqnozlarda göz qabağındadır. Bu zəlzələ 2026-cı il Rusiya, Gürcüstan, Türkiyədə də 2026-cı ildə yanvar-fevral ayında da zəlzələ olacaq. Bu adi bir şey idi. Mən sizə deyim ki, 10 bal dərəcəsində zəlzələ Türkiyədə olacaq. Bəziləri çıxıb deməsin ki, mən bu proqnozu vermişdim. Girirsiniz, ekstrasens Mehman Rəhmanoğlu YouTube'da yazırsınız və 2014, 2015, 2016, 2017 bütün illər ərzində verdiyim proqnozlar hamısı göz qabağındadır.